Salam, hər vaxtınız xeyir. Litosfer tavaları, platforma və geosiqnallar, vulkan və zəlzələlər mövzusuna testlərin davamına baxırıq. Burada 55-ci suala kimi işləmişdik əvvəlki videoda. İndi davam edək həmin o suallara. 56. Zəlzələlərin demək olar ki, baş vermədiyi sahələri müəyyən etməyimizi istəyir. İlk öncə variantlara bir-bir baxaq, həmin o konvergent zona xəritələrinə uyğun olaraq. Bir də burada divergent zonalar var. Onu da əlavə olaraq göstərərək, əgər həmin yerə düşsə. Ən birincisi qırmızı dəniz. Qırmızı dəniz bu əraziyə düşür. İran yaylası burada həmin o zonaya düşür. Təxmini bax burada bu zonaya. Biraz daha yaxşı görünsün. İran yaylası təxmini bu zonalara düşür. Odur ki, cavab doğru deyil. Yəni, konvergent zonada yerləşirsə, toqquşma zonasında, burada zəlzələlər də müşahidə olunur. Belə deyək ki, Qərbi Sibir ovalığı. Qərbi Sibir ovalığı təxmini bu ərazilərdə platforma ərazisinə uyğun gəlir. Hələ ki, doğru gedir. Sonra Braziliya yaylası gəlir B variantında. Braziliya yaylası da bu ərazilərdir. O da doğru gedir hələ ki. Ən sonuncusu isə Avstraliyadır. Avstraliyada platforma ərazisinə uyğun gəlir və zəlzələlər demək olar ki, müşahidə edilmir. Cavab B variantı. Digər variantları da özünüz xəritə üzərində baxarsınız. Görün, konvergent zonaya düşür və yaxud da düşmür. Sonra 57-ci sual. Yer qabığının qanunauyğunluqlarından birinə müvafiq olan fikri müəyyən edin. Bu qanunauyğunluqlardan birinə müvafiq olmalıdır. Meyilliyi çox olan dağlarda torpaq əmələ gəlmə prosesi daha intensiv gedir. Biraz sadə məntiqlə düşünək. Meyillik deyək ki, bu dərəcədədir. Dağın ətəyi ilə zirvəsi arasında. O zaman burada necə dağına gəlmə prosesi baş verəcək ki? Nə baş verirsə, burada artıq sürüşmə hadisəsi olacaq, həmin o qayalarda və s. bu baş verə bilməyəcək. Nə qədər meyillik az olsa, orada daha yaxşı dağına gəlmə prosesi baş verə bilər. B variantından baxırıq. Geniş düzənliklər litosfer tavaların sərhədlərində yerləşir. Məsəl üçün, Qərbi Sibir ovalığından danışdıq, geniş düzənlikdir. Sonra burada Orta Sibir var. Ondan danışa bilərik, geniş düzənlikdir. Bunlar litosfer tavaların toqquşma sərhədində yox, onlardan kənarda, mərkəz hissələrdə, platformaların o mərkəz hissələrində yerləşir, həmin o geniş düzənliklər. Bu da doğru deyil. C variantına baxıram. C variantında deyir ki, sahəsi böyük olan göllər denudasiyon düzənliklərdə daha geniş yayılmışdır. Denudasiya olur dağlıq ərazilərdə. Dağlıq ərazilərdə dağ gölləri nisbətən kiçiklikləri ilə seçilirlər. Odur ki, bu da doğru variant deyil. D variantı. Qırışıq dağlar. Yəni, qırışıq dağlar necə dağlar idi? Cavan dağlar idi. Cavan dağlar idi, həmin o qırışıq dağlar. Uyğun gəlir, litosfer tavaların sərhədində yerləşirlər. Bəli, bu tamamilə doğrudur. Onlar həqiqətən də litosfer tavalarının sərhədində yerləşirlər. Bu tamamilə doğru variant. Sonra Y variantında deyilir ki, cavan dağlarda seysmik hadisələr zəif gedir. Tam əksinə, cavan dağlarda seysmik hadisələr çox güclü getməkdədir. Keçirik indi 58-ci tapşırığa. Yer qabığının qanunauyğunluqlarından birinə müvafiq olan fikri müəyyən edin. Geniş düzənliklər əsasən platformalara uyğun gəlir. Bu elə ən doğru variantdır məncə. Digərlərində hər ehtimala qarşı baxaq. Cavan dağlar platformalarda yerləşir. Cavan dağlar platformalarda yox, geosiqnallarda yerləşir. B variantı getdi. C. Düzənliklər əsasən litosfer tavalarının sərhəddində yerləşir. Düzənliklər litosfer tavalarının sərhəddində yox, mərkəz hissələrində yerləşir. Bu getdi. Torpağa əmələ gəlmə prosesləri meyilliyi çox olan dağlıq rayonlarda daha sürətli gedir. Bayaq dediyim kimi, həmin o meyilliyi çox olan yerlərdə zəif gedəcək. Yaxşı getməyəcək. Odur ki, bu variantda səhvdir. Y variantı. Qədim dağlar litosfer tavalarının sərhəddində yerləşir. Qədim dağlar litosfer tavalarının sərhədində yox, daha çox mərkəz hissələrində yerləşir. Ən adisindən burada yenidən fəallaşmış Tian-Şan Altay Sayan dağları var bu ərazilərdə. Onlar belə bu həmin o
konvergent sərhəddən uzaq qalıblar. Hətta yenidən fəallaşmış olsalar belə. Odur ki, davam edək. Variantda səhv edir. Keçdik 59 nömrəli tapşırığı. Burada deyir ki, litosfer tavalarının konvergent sərhədində yerləşən fəaliyyətdə olan vulkanlar. Konvergentlik xəritəsindən bu vulkan xəritəsini bir balaca tutuşturmağımız lazımdır. Tutuştursaq, görərik ki, konvergent zonaya uyğun gələn ərazi And qurşağı, And-Karler qurşağı, ondan sonra Alp-Himalay qurşağı sırf konvergentlikdən söhbət gedir. Sonra da burada Sakit Okean odluq ölçüsü bu ərazilər. Görək hansı vulkanlar ona uyğun gəlir. Birinci deyir Reyner. Reyner vulkanı görürəm ki, bu zonaya uyğundur. Bununla bir işim yoxdur. Sonra Şasta vulkanı. Şasta da bura uyğun gəlir. Kazbek vulkanı ümumiyyətlə fəaliyyətini dayandıran vulkandır. Qafqaz dağlarına yerləşir o. Fəaliyyətdə olmanı istəyir, həm də ki, konvergent sərhəddə yerləşsin. Konvergent sərhəddə yerləşməyinə, amma fəaliyyətdə deyil. Böyük işıqlı da elə həmçinin. Fəaliyyətdə deyil, amma konvergent sərhəddə yerləşir. B variantına baxırıq. B variantına deyir ki, Fudziyama, Erebus, Chimborazo və Vezuvi. Bu xətt silmişəm, təzədən yazım bunu. Təxminən bu əraziyə düşür buradakı konvergent sərhəd. Fudziyama uyğun gəlir. Fudziyama uyğun gəlir. Buna işim yoxdur. Amma burada Chimborazo vulkanı cavabı körlüyür. Chimborazo vulkanı burada göstərib. Qırmızı şərtlə yazılan vulkanlar sönmüş vulkanlardır. Chimborazo vulkanı sönmüş vulkandır. Fəaliyyətdə olan vulkan deyil. Növbəti variant daha doğrusu. Cotopaxi vulkanı. Cotopaxi vulkanı bu ərazidə yerləşir. Doğrudur. Sonra Kazbek. Kazbek yenidən bilirik ki, bu fəaliyyətdə olan vulkan deyil. Sonra Orizaba vulkanı. Orizaba vulkanı yerləşir Mərkəzi Amerikada. Gördüyünüz kimi Orizaba vulkanı buradadır. Sonra gəlir yenə Erebus vulkanı. Erebus vulkanı Antarktidada yerləşir. Hekla vulkanı haqqında danışır. Hekla vulkanı konvergent yox, divergent sərhəddə yerləşir. Burada divergent sərhəd var. Həmin ərazidə yerləşir Hekla vulkanı. Odur ki, Hekla vulkanında doğru götürə bilmərik. Sonra gəlir növbətisinə Orizaba. Yenə baxdıq ki, Orizaba buradadır. Taxumuko. Yenə Mərkəzi Amerikada yerləşir, konvergent sərhəddə. Ondan sonra Etna vulkanı da konvergent sərhəddə yerləşir. Krakatau vulkanı da konvergent sərhəddə yerləşir. Cavabımız Y variantı. 60-cı suala baxırıq. Burada deyir ki, rəqəmlərə uyğun gələn vulkanların müvafiq ardıcıllığını müəyyən edin. İlk öncə birinciyə baxırıq. Birinci təxmini 3 uyğun gəlir. Ru hissəsinə biraz şimaldadır. Cotopaxi və Chimborazo uyğun gəlir bu ikisini. Görürəm ki, Cotopaxi var vulkanların içindən. Cotopaxi. Deməli, bu iki variantdan biri olacaq, nə olacaqsa. İkinciyə baxıram. İkinciyə də Kenya və Kilimanjaro uyğun gəlir. Burada Kilimanjaro variantı var. Şasta isə yerləşir Şimali Amerikada və burada. Odur ki, cavabımız olur elə C variantı. Digərlərində baxmağa ehtiyac yoxdur, amma məncə baxa bilərik. Görək necə verilib. Krakatau vulkanı gördüm, uyğun gəlir əraziyə. Sonradakı Fudziyamada burada Yapon adalarında yerləşir. 61-ci sualda yenidən bizdən vulkanların müvafiq ardıcıllığını tapmağımızı istəyir. İlk öncə baxıram, görəm birinci hardadır. Birinci yerləşir İslandiya adasında. İslandiya adasında 3 dənə vulkan var. Hakla, Eyjaf və Katla vulkanı. Burada göstərilən xəritədə. Hekla vulkanına başqa görək hansı var. Yalnız və yalnız Hekla yazılıb burada. Deməli, bu iki variant əsasında getməliyik. İkinci xəritə bir balaca çaşdırıcıdır. Çünki Siciliya adasında yerləşir həmin vulkan, yoxsa materikin özündə yerləşir. Bunu bilmək olmur. Olur ki, ikinci ilə işimiz olmasın hələlik. Üçüncüyə baxırıq. Üçüncüdə Kaliço sopkası. Kamçatka yarımadasında yerləşir. Baxın.
Burada Kalüçe Sopkası bu ərazidə yerləşir. Üstə bu doğrudur. Bu ikisi bizə sual qaldı. Çünki yaxşı görmək olmur ki, bu ümumiyyətlə adada yerləşir, yoxsa yarımadanın özündə yerləşir. Sonra dördüncüyə də baxaq dəqiqləşdirmək üçün Şasta vulkanı. Şasta vulkanı yerini bilirik. Uyğun gəlir Şasta vulkanı elə bu əraziyə. Bir dəfə də qaralayım ətrafını. Bu variantda belə cavabımız olur Y variantı. 62-ci suala baxırıq. Bu deyir ki, qədim platformalar üzərində yerləşən böyük düzənliklər. Elə birinci burada yazılan düzənliyə baxaq. Küraraz ovalığından söhbət gedir. Küraraz ovalığı yerləşir bax bu ərazidə. Yəni konvergent sərhəddə. Onun qədim platforma üzərində yerləşdiyini demək doğru olmaz. A variantı yanlışdır. Bir variant hələ ki qalsın. C-yə baxaq. C-də deyir ki, Qərbi Sibir düzənliyi. Qərbi Sibir düzənliyi bu ərazidə yerləşir, düzdür? Ondan sonra Orta Sibir yaylası bu ərazidə yerləşir. Anadolu yaylası isə yenidən gəldi, həm də konvergent sahəyə düşdü. Konvergent sahəyə düşdüyü üçün də biz artıq bu variantı tək götürürük. D variantı. Sonra Qarabağ vulkanik yaylası. Qarabağ vulkanik yaylası bu ərazilərdədir. Ona görə də bunu götürməyimiz doğru deyil. Çünki konvergent sahədə yerləşir bu yaylada. Sonra növbətisi Xəzər sahili ovalıq. Xəzər sahili ovalıq da elə həmçinin yerləşir bu ərazidə, yəni konvergent sahədə. Y variantı da doğru olmur. Sonra saxladığımız o varianta baxaq. Görək bu düzənliklər hansı ərazidə yerləşir. Mərkəzi düzənliklər bu ərazilərdə. Sonra Orta Sibir yaylası. Orta Sibir bu ərazidə yerləşir. Sonra Amazon ovalığı. Amazon ovalığı bu ərazidə yerləşir. Sonra Böyük Çin düzənliyi bu ərazidə yerləşir. Odur ki, cavabımız olur 62-də B variantı. Sırf səhvlərə baxmaq istəyirdim. Ona görə sona saxladım variantı. 63-cü tapşırığa baxırıq. Burada deyir ki, platformada yerləşən məntəqələri müəyyən edin. Görək ki, konvergent və divergent sərhədlərə uyğun gəlməsə işdir. O zaman biz bunu götürəcəyik platformalara uyğun gələn məntəqələr. Birinciyə baxıram. Birinci təxmini yerləşir bu ərazilərdə. O da gəlir düşür, yəni platforma ərazisinə. Deməli, bir doğru, bir götürə bilərik. Sonra 2-yə baxırıq. 2 gəlib çıxır təxmini bu ərazilərə. Odur ki, onu götürməyimiz olmaz. 2 səhvdir. Sonra 3-ə baxırıq. 3 bu ərazilərdə yerləşir. Bu da doğrudur, bu da platformaya uyğun gəlir. 1, 3 ilə başlayan 3 dənə variantımız var. Sonra 4-cüyə baxırıq. 4-cü Atlas dağlarına uyğun gəlir. Baxın, bura. Amma biz onu konvergent sahədə yerləşdiyi üçün platformaya uyğun götürə bilmərik. Sonra 5-ciyə baxırıq. 5-ci uyğun gəlir Hindistan-Nepal sərhədinə. Hindistan-Nepal sərhədinə də yerləşirdi Himalay dağları. 5 də uyğun deyil platformalara. Sonra 7. 7-yə Elbrus dağları uyğun gəlir təxmini. O da götürməyimiz məqsədə uyğun deyil. Çünki konvergent sahədə yerləşir, platformaya uyğun gəlmir. 6-ya baxmamışıq amma. 6-ya baxanda görürük ki, 6 Qərbi Sibirə uyğun gəlir. Qərbi Sibirdə platforma idi. Qərbi Sibirdə platforma idi. 6-nı da götürə bilərik. 1, 3, 6-nı hələ ki götürə bilirik. Və ən sonuncusu 8-də Qərbi Avstraliyaya uyğun gəlir. Bax, bu ərazilərə uyğun gəlir 8. Cavabımız olur 1, 3, 6 və 8. A variantı. 64-cü suala baxırıq. Burada deyilir ki, geosinkronal qurşaqlarda yerləşən məntəqələri təyin edin. Birinci ərazi platformaya uyğun gəlir. Bu ərazidə göstərilib bu. Odur ki, onu sildim buradan. Sonra ikinciyə baxıram. İkinci gəlir, burada konvergent zonaya düşür. Odur ki, 2-ni götürdüm. 2-ni götürürüm. 3-ə baxıram. 3 gəlir bu əraziyə düşür. Yəni platforma ərazisinə gəlib çıxır. Odur ki, 3-ü götürməyim məqsədə müvafiq deyil. Sonra 4-cü. 4-cü Atlas dağlarına uyğun gəlir. O da konvergent zonadır. 4 də uyğundur geosinkronala. 2 və 4 hələ ki doğru cavablardır. Sonra 5-ciyə baxırıq. 5-ci Himalay dağlarına uyğun gəlir.
Bu da Himalay dağları. Ona doğru kimi götürdük? 2, 4, 5, 7 də var. 7 də hər ehtimala qarşı baxaq. 7 uyğun gəldi təxmini İran yaylasına. Daha doğrusu Elbrus dağlarına. 64-də cavabım oldu. D variantı. 65-ci tapşırığa baxırıq. Burada deyilir ki, vulkan elementlərini müəyyən edin. Ən birincisi karst. Karst yeraltı suların fəaliyyətidir. Ümumiyyətlə bunun vulkanla heç bir əlaqəsi yoxdur. İkinci yazı meandr. Meandr çayın bu cür dalğalanması idi. Yəni qarşısına çıxan maneələr əsasən düzənlik ərazilərdə. Bunun da vulkanla bir əlaqəsi yoxdur. Üçüncü kraterdir. Krater burada xəritədə görürük. Krater vulkanın başındakı həmin o çökək əraziyə deyirik. 3 doğrudur. 3 götürdük. 4. Lava. Lava həmin o vulkandan axan maqmaya deyirik. Yer səthindən çıxan maqmaya deyirik. 4-də doğrudur. 5-də deyir hipocenter. Hipocenter zəlzələnin yerin daxilində başladığı hissəyə deyirdik. Zəlzələ ocağına. 6-da boğazdan danışır. Bu boğaz bu vulkanın yerin daxilindən yer səthindən çıxdığı həmin o dar ensiz yerə deyirlər. Boğazı da götürdük doğru kimi. Cavabımız olub 3, 4 və 6. B variantı. 66-cı tapşırığa baxırıq. Burada deyilir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Karilər dağlarında aid xüsusiyyətlər var. Böyük su ağacı dağlarına aid xüsusiyyətlər var. Bir də onların ortaq xüsusiyyətləri var. Deməli, birinci baxırıq. Deyilir ki, seismik cəhətdən fəaldır. Karilər dağlarının qərb hissələri, yəni buna deyilir sahil dağları. Təxmini bax bu hissələrə uyğun gəlir. Kaliforniya ərazisi falan bu ərazilər. Bu ərazilər seismik cəhətdən fəaldır. İkinci, şimaldan cənuba uzanır. Həm böyük su ağacı dağları, həm Kardiler dağları şimaldan cənuba uzanır. Bax bu cür uzanır. Sağda göstərim xəritədə. Şimaldan cənuba, elə buradakı Kardiler dağları da şimaldan cənuba uzanmaqdadır. Sonra üçüncü, ən hündür zirvəsi qar xəttindən aşağıda yerləşir. Böyük su ağacı dağlarının ən hündür zirvəsi Kastuşka dağı idi. Kastuşka dağı da 2300 metr təxmini o civarlardaydı. Yəni bu qar xəttindən aşağıda deməkdir. 3-də böləm. 4-cü, Fanerozoy eonunda formalaşmışdır. Hər ikisi Fanerozoy eonunda formalaşmışdır. Sonra Kardiler dağları. Kardiler dağları görəyim ki, Şimali Amerikanın qərbində yerləşir. Ona görə bunu yazıram, materikin qərbində yerləşir. Ən sonuncu da Faili dağlardır. Qədim dağlardır, bəli. Böyük sayıcı dağlar, qədim dağlardır. Qədim dağlar, Faili dağlar adlanır mənşəyinə görə. 66-da cavabım oldu. 1-ə 5, 1, 5, 2, 3, 6, 3-ə də 2, 4. Y variantı. 67-ci tapşırıq. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən etməyimizi istəyir. Burada Appalaz dağları, Ural və Böyük Sahəcə dağları verilib bizə. Bizdən istəyir ki, bu dağlara dair ortaq xüsusiyyətləri tapaq. Appalazın, Uralın ola bilər, Böyük Sahəcən, Appalazın, Böyük Sahəcən, Uralın və bunların üçündə bir yerdə ortaq xüsusiyyətləri. İlk öncə görə Appalaz dağları yerləşir. Appalaz dağı görürük bu ərazidə yerləşir. Ural dağları sonra bu ərazidə yerləşir. Bu ərazidə. Ondan sonra Böyük Sahəcə dağı da göstərilir bu ərazidə. Deməli, nə edirik? Birinci yazıb ki, Paleozoy erasına formalaşmışdır. Hər 3 dağ sistemi Paleozoy erasına formalaşıb. Bu doğrudur. Deməli, dördüncüyə 1 uyğun gəlir. Digərlərini bunun üstünə yazacağım. 2. Lavrasiya qurusundan ayrılan materikin üzərindən yerləşir. Lavrasiya qurusuna aid idi Şimali Amerika materiki və Avrasiya materiki. Lavrasiya qurusundan ayrılan materikin üzərində yerləşirsə, deməli Ural dağları buna uyğun olacaq, bir də Appalaz dağları buna uyğun olacaq. Bu da 2 aid olacaq birinciyə. 2 aid oldu birinciyə. Üçüncü, Şərq yarımkürəsində yerləşir. Şərq yarımkürəsinə baxdıqda, Şərq yarımkürəsi təxmini uyğun gəlir və bu ərazilərə, bu
xəttdən, bu gördüyümüz 180 dərəcə meridianın xəttidir bu. 180 dərəcə meridianın xəttidir. Həmin 180 dərəcə meridiandan qərbdə yerləşirsə, deməli şərq yarımkürəsidir. Burada da Appalaç dağları var. Bir də Böyük Sarıcı dağları var. Bir də burada təbii ki, Qrinviç meridianında çəkməliyik. Bu da 0 dərəcə meridianında, 0 dərəcə meridiandan şərqdə yerləşənlərdə şərq yarımkürəsi. Bu ərazi, bu xəttlərin arasındakı ərazi uyğun gəlir şərq yarımkürəsinə. Appalaç dağları da, Böyük Sarıcı dağları da şərq yarımkürəsinə uyğun gəlir. 3-ə 3 uyğundur. Sonra keçək növbətlərinə. Görək hansılar hara gedəcək. Şərq yamacı okeandan gələn hava axınlarının təsiri altındadır. Ural dağlarına ümumiyyətlə şimaldan da yalnız hava təsir edə bilir. Şimal buzlu okeanın təsiri var. O da çox cüzi olur adətən. Amma məsəl üçün burada Avstraliyada yağıntıların əsas hissəsi elə bu şərq hissəyə düşür. Odur ki, hava axınlarının təsiri güclüdür. Elə həmçinin Appalaç dağlarına da şərq hissədən gələn hava axınlarının təsiri böyükdür. Bunda Appalaç və Böyük Sarıcıya ümumi xüsusiyyət kimi yazırıq. Appalaç və Böyük Sarıcıya bunu ümumi xüsusiyyət kimi yazdıq, yəni 4-ü. Sonra 5-ciyə baxaq. Seysmik cəhətdən sabit ərazidir. Bu ərazilərin hər hamısı, yəni Appalaçda, Uralda, Böyük Sarıcıda baxdığınız kimi konvergen sahələrə uyğun gəlmir. Konvergen zonalara uyğun gəlmir. Odur ki, biz bunların hamısını sabit ərazi kimi götürə bilərik. Yəni burada 4-ə bir dənə əlavə olaraq 5-i əlavə edə bilərik. 4-cüyə daha doğrusu 5-i əlavə edə bilərik. 4-cüdə 1-5 uyğun gələn Y variantıdır. Gəlin hər ehtimala qarşı hamısına baxaq. İnkişaf etmiş ölkələrin ərazisində yerləşir. Appalaç dağları və Böyük Sarıcı dağları inkişaf etmiş ölkələrin ərazisində yerləşir. Appalaç Amerika Birləşmiş Ştatları və Kanadaya bir qədər uyğun gəlir. Daha sonra Amerika Birləşmiş Ştatlarına, Böyük Sarıcı isə Avstraliya İttifaqına uyğun gəlir. Hər ikisi inkişaf etmiş ölkədir. Ural dağları isə Rusiya Federasiyası ərazisində o inkişaf etmiş ölkə sayılır. Deməli, inkişaf etmiş ölkələrin ərazisində Appalaç və Böyük Sarıcı uyğun gəldi. 6-cı 4-ün yanına. Sonuncusu da 7 gələcək, bu 3-ə düşəcək. Üz istəyirəm, oraya yox. Düşəcək. Hər ehtimal onu da baxaq, görək nə deyilir orada. Şimal yarımkürəsində yerləşir. Appalaç və Ural dağları şimal yarımkürəsində yerləşir. Düzdür, bu da birinci uyğun gəlməlidir. A variantı, Y variantı ən doğru cavab sayılır. 68-ci tapşırığa baxırıq. Burada sxemdə göstərilən dağların yaranmasına səbəb olan litosfer tavalarını müəyyən etməyimizi istəyir. Fikir verir ki, soldakı litosfer tavası sağdakı litosfer tavasının altına gömülür, bürünüb. Sağdakı litosfer tavası daha əyri-üyrüdür, misal üçün səthinə baxdıqda. Soldakı litosfer tavası daha düz səthə malikdir. Bir növ biz bunun həm onun altına gömülməyindən, həm bu cür düz görünməyindən bilirik ki, soldakı litosfer tavası okean tipli litosfer tavasıdır. Sağdakı isə materik tipli litosfer tavasına uyğun gəlir. O zaman bir variantlara baxaq. Birincidə A variantına deyilir ki, Hind-Avstraliya litosfer tavası ilə Karib tavasının toqquşması. Hind-Avstraliyanın yerinə baxın. Hind-Avstraliya litosfer tavası bu ərazidə yerləşir. Gördüyünüz bu ərazidə. Karib litosfer tavası bu ərazidə. Ümumiyyətlə onların toqquşma sərhəddi yoxdur. Ona görə də A variantı doğru deyil. Tamamilə doğru deyil. B variantına baxırıq. Cənubi Amerika və Nazca. Bu bir balaca çaşdırıcıdır. İndi burada bir xırdalıq var, ona nəzərə salaq. Nazca və Cənubi Amerika görürük ki, həqiqətən toqquşma sərhədində yerləşir. Amma sol tərəfdə olmalıdır Nazca, sağ tərəfdə olmalıdır Cənubi Amerika. Burada birincidə bu bir də verilib Cənubi Amerika. Cənubi Amerika solda deyil axı, sağdadır. Ona görə də bu variantda çaşdırıcı olsa da səhvdir. C variantına baxırıq. C variantında
Sakit Okean və Şimali Amerikanın toqquşmasına bəhs olunur. Bura baxsaq, görürük ki, Sakit Okean, bu tava, sarıdan göstərilən tava, şərqdə də, yəni sağda da Şimali Amerika verilib. Yəni 1-ə sol uyğun gəlir Sakit Okean, sağda Şimali Amerika uyğun gəlir. Cavabımız C variantıdır. Digərlərinə baxdıqda isə, məsəl üçün, Afrika litosfer tavası ilə Avrasiyanın toqquşması. Burada toqquşma zonası var, düzdür, dağına gəlməyə də səbəb olub. Amma ikisi də material tiplidir. Y variantına baxsaq, Avrasiya və Sakit Okean litosfer tavalarının toqquşmasından bəhs olunur. Yenə də həminki kimi Avrasiya, buradan baxsaq, Avrasiya solda yerləşir. Burada da verildiyi kimi. Sakit Okean sağda yerləşir. Amma Avrasiya okean tipli deyil, yəni 1-ə uyğun gəlmir. 2-də verilsəydi doğru olardı. Sakit Okean isə 1-də verilsəydi doğru olardı. Odur ki, cavabımız olur C variantı. Keçək indi 69-cu suala. Xəritə sxemdə işarələnmiş ərazilərlə bağlı uyğunluğu müəyyən edin. Sanki bu bizim çəkdiyimiz konvergent zonalar xəritəsinə uyğun gəlir. Ən birincisi, bu 1-də göstərilən ərazi gəlir düşür Ant dağlarına. 3-lə göstərilən ərazi Alp-Himalay dağ qurşağında yerləşir sanki. Alp-Himalay dağ qurşağında bu ərazilərdə. Ən şərqdəki gəlir Sakit Okean Uddu qövsünə düşür. Görək burada nə verilib bizə. Sakit Okeanın qərb seysmik zonasını əhatə edir. 2-yə 1 uyğun gəlir. Sakit Okeanın həqiqətən qərb hissəsinə uyğun gəlir bu ərazilər. Sakit Okean Uddu qövsü deyirik buna. Bu ərazi xəritədə göstərilən ərazilərdir. Sakit Okeanın qərbinə düşür. İkinci, 2 materik litosfer tavasının toqquşma zonasında yerləşir. Buna 3 uyğun gəlir. 2 materik tipli litosfer tavasının toqquşma zonasında yerləşir həqiqətən də. 3-ə 2 yazdıq. Üçüncü, materik və okean tipli litosfer tavaların toqquşma zonasında nəhəng dağ silsilələri yaranır. Buna 1 uyğun gəlir. Burada Nazca və Cənubi Amerika litosfer tavaları toqquşmuşdu və Ant dağları yaranmışdı. Ondan sonra çoxsaylı adalar qövsü var. Bayaqda dediyimiz kimi qövsvarı adalar var burada. Avrasiya və Sakit Okean litosfer tavalarının toqquşmasından bu ərazilərdə qövsvarı adalar formalaşıb. Yəni bu Sakit Okean Uddu qövsü ərazisindən. 4-də 3-ə uyğun gələcək. Sonra Nazca və Cənubi Amerika litosfer tavalarının toqquşma zonasında yerləşir. Nazca və Cənubi Amerikanın toqquşma zonasında. Bu da 3-cü əraziyə uyğun gəlir. Birinci 3-də adını çəkmədi. Dedi ki, materik okean tipli litosfer tavasıdır. 5-də adını çəkdi əksin. 6-ya baxırıq. Digər geosinklar qurşaqlarına nəzərən fəaliyyətdə olan vulkanlar daha azdır. Digər geosinklar qurşaqlar haralarıdır? Birincidə baxsaq, burada xeyli sayda vulkanlar var. İkincidə isə nisbətdə azdır. Əsasən bu Vezuvi, Etna və Stromboli bu ərazidə yerləşir. Amma Sakit Okean Uddu qövsündə xeyli sayda fəaliyyətdə olan vulkan var. Ona görə 3-ə 2-ni və 6-nı qeyd edəcəyik. 3-ə 2-ni və 6-nı görüm 2 variant uyğun gəlir. 1-ə 3-ü və 5-i, 2-yə də 1 və 4-ü. Cavabım oldu Y variantı. Y variantı. 70-ci tapşırıq. Platformanın quruluş sxemində rəqəmlərə uyğun gəlməyən xüsusiyyətləri müəyyən edin. İlk özümüz üçün müəyyən edək. A nədir, B nədir? A platformanın çökmə hissəsidir. B isə kristallik bünövrənin səthə çıxdığı yerdir. Platforma özü 2 hissədən ibarətdir. Çökmə qat və kristallik bünövrə. Kristallik bünövrə bu cür səthə çıxanda onu deyirik qalxan. Bir-birində variantlara baxaq görə dediklərimizə uyğun gələn var ya yoxdur. A-da platformanın əyilmə hissələrinə uyğun gəlir. Düzdür, çökmə qat platformanın əyilmə hissələrinə uyğun gəlir. Amma məndən nə istəyir burada? Uyğun gəlməyən. Odur ki, biri sildim. İkinci, platformanın qalxanı olduğundan zəngin daş kömür yataqlarına malikdir. Rast gəlinir.
Qalxan zonalarda daş kömür otaqlarına rast gəlmir. Qalxan ümumiyyətlə daş kömür üzü mənşəli çökmə sıxır olduğu üçün o daha çox çökmə qatda rast gəlinir ona. 2 səhvdir deyə götürürəm onu. Mənə səhvlər lazımdır, uyğun gəlməyənlər. B. Kristallik bünövrədən təşkil olunmuşdur. Düzdür, kristallik bünövrədən təşkil olunub B. Dördüncü. B. Fəal seysmik qurşaq olduğundan davamə prosesi davam edir. Nə A, nə B fəal seysmik qurşaqda, fəal davamə prosesinin getdiyi yerdə yerləşmir. Odur ki, bu səhvdir. Səhv olduğu üçün mən bunu götürürəm. 5A. Qalın çəkmə sur qatına malikdir. Bəli, doğrudur bu da. Sonra 6-cı. Platformanın əyilmiş hissələrində nazik çökmə suxurların toplandığı yerdir. Xeyr, nazik yox, qalın çökmə suxurların toplandığı yerdir. Cavabım olur 2, 4 və 6. 71-ci sual. Yerin geoloji inkişaf dövründə okean və quru sahələrinin yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişmişdir. Ona görə ki, litosfer tavalar formasında mantianın üzərində daimi olaraq müxtəlif istiqamətlərdə hərəkət edir. Mətnə əsasən yaranan relyef formalarını müəyyən edin. Yəni bu litosfer tavalarının hərəkəti, toqquşması, ayrılması nəticəsində yaranan relyef formalarını bizdən tapmağımızı istəyir. Sadə dillə desək. Boyda mətni oxumadan. O zaman həmin o okean yatağı, yəni mərkəzdəki o abesial düzənliklər uyğun gəlməyəcək. Misal üçün bax burada Orta Okeanın sıra dağları var. Bu toqquşma zonasında həmin o fəallıq olan yerlərdir. Ayrılma zonası da fəallıq olan yerlərdir. Amma bu mərkəz hissələri abesial düzənliklərdir. Abesial düzənliklər doğru sayılmayacaq. Bizə əsas o litosfer tavalarının hərəkətinin nəticəsində yaranan relyef formaları lazımdır. Odur ki, onu götürmürük. İkinci adalar qövsü. Adalar qövsü burada toqquşma zonası var. Avrasiya və Sakit Okeanı. Ən çox orada müşahidə olunur adalar qövsü. Onu götürəcəyik. Çünki burada toqquşma var. Toqquşma və ayrılma olan ərazilərdəki relyef formalarını götürürük. Üçüncü. Quruda böyük sıra dağları. Misal üçün Himalay dağları. İki litosfer tavası toqquşub. Hindistan və Avrasiya toqquşub. Himalay dağları yaranıb. Bunu da götürdük. 2 və 3'ü götürdük. Dördüncü. Qədim dağlıq yaylalar. Misal üçün burada Tibetdə, Haqqar və s. var. Şahid dağları onlar. Qədim dağlıq yaylalara uyğun gəlirlər. Onlar litosfer tavalarının toqquşma sərhədinə uyğun deyirlər. Odur ki, onu götürməyəcəyik. 4 səhvdir. Sonra 5. Platformalar. Platformalarda materiklərin o mərkəz hissələrinə uyğun gəlirlər. Yəni, onlar da litosfer tavalarının toqquşma sərhədindən xeyli uzaqdadırlar. Sibir, Orta Sibir, Qərbi Sibir, misal üçün. Xeyli uzaqdadırlar. Odur ki, platformaları da götürmürük. 6-cısı, dərin sulu okeanovları. Dərin sulu okeanovları da bu konvergen sərhədlərə uyğun gəlir. Məsələn, Mariana və ərazilərdə yerləşir. Cavabımız olur 2, 3 və 6. 71-də cavab B variantı. 72-ci sual. Deyilir ki, uyğunluğu müəyyən edin. Hansı ərazi geosinkronala uyğundur, hansı ərazi platformaya uyğundur? Bizdən bu istənilir. Görək geosinkronala uyğun nə verilib burada? Kiçik Asiya yarımadası və Dekan yaylası verilib. Dekan yaylası geosinkronala uyğun deyil. Dekan yaylası yerləşir burada. Hindistan platformasının, daha sonra Hind-Avstraliya platformasının litosfer tavasının mərkəz hissələrinə uyğun gəlir Dekan yaylası. O səhvdir. Sonra platforma hissəsinə Apennin yarımadası verilib. Apennin yarımadası da konvergen sahədə yerləşir. Apennin yarımadası burada. Keçək B variantına. Geosinkronal. Kiçik Asiya yarımadası düzdür, geosinkronalda yerləşir. Bu ərazilərdə yerləşir geosinkronalda. Sonra Kaliforniya yarımadası. Düzdür, bu da geosinkronalda yerləşir. Geosinkronallar doğrudur burada. İndi platformalara baxaq. Platformalar. Jutlandiya yarımadası. Jutlandiya yarımadası bu ərazidədir. O uyğun gəlir platformaya. Bu doğrudur. Sonra Dekan yaylası. Dekan yaylası da bayaq dedik ki, Hind-Avstraliya platformasının üstündədir. O da platforma ərazilərinə uyğun gəlir.
Sonra ən sonuncusu platformaya uyğun gələn timer yarımadası. Timer yarımadası bu ərazidə yerləşir. O da platformaya uyğun gəlir. Cavabımız oldu. Hər şey uyğun olduğu üçün B variantı. Digərlərinə baxmağa ehtiyac yoxdur. 73-cü sual. Şəkil sxemə əsasən geosinkronun inkişaf mərhələlərinə aid uyğunluğu müəyyən edin. Geosinkron 4 mərhələdə inkişaf edirdi. İlk mərhələdə burada verilənləri oxumamışdan əvvəl özümüz xatırlayaq. İlk mərhələdə necə olurdu? Geosinkron olan ərazilərdə tamamilə çökürdü həmin ərazilər. Suyun altında qalırdı. Sonra bəzi ərazilərdə enmə davam etsə də bəzi ərazilərdə qalxmalar da olurdu. Üçüncüdə artıq uca dağlar yaranırdı. Dördüncüdə bu dağlar yavaş-yavaş alçalmağa başlayırdı. Görək bu ardıcıllığa əsasən hansı ərazilər, hansı yerlər uyğun gəlir. Məsəl üçün birinci şəkil ilk mərhələdir. Birinci şəkildə tamamilə çökmə baş verib. Yer qabığının böyük bir hissəsi enməyə uyğun başlayıb. Bura C variantı yazırıq. 1-ə C. 2-yə. Yer qabığının enməsi davam edir, lakin ayrı-ayrı hissələrdə qalxma baş verir. Bu ikinci D variantına uyğun gəlir burada. Ən üçüncüdə fikir veririk ki, şəkilə artıq uca dağlar yaranıb. Bu hansı variantdır? Fikir verək. Yer qabığının enməsi davam gəlmə prosesi ilə əvəz olunur. Bu da 3-cü B-yə uyğun gəlir. Ən sonuncusunda da daxili proseslər zəifləyir. 4-ə də A. Deməli 1-ə C, 2-ə D, 3-ə B, 4-ə A. Keçirik 24-cü tapşırığa. 24-cü tapşırıqda deyirik ki, radio ilə xəbər verildi ki, ölkənin sahillərində qısa zaman sonra təbii fəlakət baş verəcək. Bu vaxt ərzində əhalinin sahillərə yaxın ərazilərdən köçürülməsi, limanlarda dayanan gəmilərin açıq okeana çıxarılması barədə tapşırıq verildi. Deməli, radionun xəbər verildi ki, ölkənin sahilində böyük bir fəlakət baş verəcək. Deməli, dənizlə bağlı bir şeydir. Bu vaxt sahilə yaxın yerlərdə yerləşən insanlara deyiblər ki, gedin hündür ərazilərə, yəni uzaqlara, sahildən uzaq əraziyə. Limanlarda dayanan gəmiləri də açıq dənizə çıxarıblar ki, fəlakət olmasın. Buna ən uyğun variant tsunamidir. Artıq sualın əvvəlindən bu cavab məlum olur ki, tsunami hadisəsi zamanı bu hadisələr təkrarlanır. Ən çox da müşahidə olunub Yaponiya sahillərində, bu ərazilərdə müşahidə olunur. Tez-tez müşahidə olunur daha doğrusu. Filippində də və s. də o ərazilərdə müşahidə olunur. Filippindir. Ondan sonra Yaponiyadır. Amerika Birləşmiş Ştatları sahillərində də görülür. 75-ci sual. Burada deyilir ki, uyğunluğu müəyyən edin. Konvergen sərhədlər verilib, bir də divergen sərhədlər verilib. Hansına uyğun gəlir? İlk öncə konvergen zonalar məndə göstərilib burada xəritədə. Ona uyğun baxaq görək. Məsəl üçün, burada Alp-Himalaya dağ qurşağında 2 uyğun gəlir Alp-Himalaya dağ qurşağına konvergen zonaya. Sonra, yəni bu əraziyə. Ondan sonra Kamçatka ərazisi, o da konvergen zonaya uyğun gəlir. Mən xəritədə göstərəndə yaxşı göstərməmişim. Konvergen zonaya uyğun gəldi. Sonra burada Yaponiya ərazisi də konvergen zonaya uyğun gəlir. Deməli, 2, 3 və 5 konvergen zonaya uyğun gəldi. Cavab D variantıdır. Digərləri, misal üçün, burada 4-cü İslandiya adası. İslandiya adası tamamilə divergen sahədə yerləşir. Ondan sonra burada 1. O da Paska adası, səhv bilmirəmsə. Paska adası da divergen sahəyə uyğun gəlir. Cavabımız olur D variantı. İndi bizdən istənir ki, konvergen sahələrdə yerləşən, yəni toqquşma olan sahələrdə yerləşən adaları müəyyən edək. İlk öncə baxaq. A variantında İslandiya variantı cavabı görülür. İslandiya tamamilə divergen zonada yerləşir. Bayaq dediyim kimi. Divergen zonada yerləşir. İslandiya. İkinciyə baxıram. Cavab elə 2-dir təxmini. Məsəl üçün, bura baxdıqda görürük ki, Kuril adaları bu ərazidə yerləşir.
bu ərazidə. Ondan sonra Yeni Zelandiyada konvergentdə yerləşir bu ərazidə. Sonra Yapon adaları burada yerləşir. Ondan sonra Aleut adaları da bu ərazidə yerləşir. Bunlar hamısı konvergent sahələrə uyğun gəlir. Cavab ilə B variantıdır. Məsəl üçün C-də Azor, İslandiya uyğun gəlmir. Sonra D-də Kanar adaları uyğun gəlmir. E variantında da Azor adaları uyğun gəlmir. Onlar buradakı həmin o ayrılma zonasına, divergent zonaya uyğun gəlirlər. Cavabımız oldu. Odur ki, B variantı. Biraz daha yaxşı qeyd edeyim bunu. 77-ci sual. Euler-Levin diaqramına əsasən uyğun bəndləri müəyyən etməyimizi istəyir. Birincidə okean tipli yer qabığı ilə materik tipli yer qabığı toqquşub. İkincidə isə iki dənə litosfer tabaqası ayrılıb bir-birindən. A variantında deyilir ki, litosfer tabaqaların divergent sərhədinə uyğun gəlir. İkinci ayrılma ilə divergent deməkdir. A variantı. B-də deyir ki, Cənubi Amerika və Afrika litosfer tabaqaların sərhədinə uyğun gəlir. Bəli, həmin o ayrılma zonası gəlib çıxır elə o iki dənə tavanın arasına. Arasında da var, yəni burada Bozun Seyni adası var, Müqəddəs Yelan adası var və s. və axır adalar yerləşir bu ərazilərdə. A və B ikinciyə uyğun gəldi. Üçüncü, aktiv seismiklik müşahidə olunur. Hər iki ərazidə aktiv seismiklik müşahidə olunmaqdadır. Üçüncü, daha sonra D variantı. Aleut və Kuril kimi adalar formalaşıb. Aleut və Kuril kimi adalar həmin okean tipli yer qabığının, materik tipli yer qabığının toqquşması nəticəsində Qövsvarı adalar formalaşır tərifinə uyğun gəlir. Çünki hər ikisi Qövsvarı adadır. Birinciyə də cavabımız da uyğun gəlir D. Sonra Peru və Mariana nobları əmələ gəlir. Həmin o Qövsvarı adaların yarandığı yerlərə yaxın yerlərdə də noblar əmələ gəlir. Toqquşma zonalarına daha sonra birincidəki. Deməli, cavabımız 1-də D, Y, 2-də A, B, 3-də isə C. Yəni A variantı. 78-ci suala baxırıq. Litosfer tavalarının konvergent sərhədində yerləşən fəaliyyətdə olan vulkanlar. Fəaliyyətdə olan sözünə diqqət edək. Çünki Kazbek və böyük işıqlı fəaliyyətdə olan vulkan deyil. Hər nə qədər konvergent zonada, yəni bu ərazilərdə yerləşmiş olsa da. İkinciyə baxırıq B variantına. Fujiyama vulkanı. Fujiyama vulkanı düzdür, Yaponiyada yerləşir. Fujiyama vulkanı bax burada Yaponiya ərazisində yerləşir. Düzdür, konvergent zonaya uyğun gəlir. Amma Bardambunqadır, Hekladır, onlar konvergent yox, yenə buradakı divergent sərhəddə uyğun gəlirlər. Odur ki, B variantı yanlışdır. A variantı kimi. Sonra C variantına baxırıq. C variantında ilk gözə çarpan Torağaydır. Sanki elə bir ki, mən bura aid deyiləm deyir burada. Torağay ümumiyyətlə palçıq vulkanıdır. Psevdovulkandır. Yəni onu biz bura aid edə bilmərik. Sonra D variantında Orizaba vulkanı bu ərazidə yerləşir. Erebus vulkanı Antarktidadadır. Hekla isə yenə cavabı körləyir. Burada Hekla divergent sahəyə uyğun gəlir. D variantı uyğun deyil odur ki. Cavabımız bircə qalır. Burada E variantı. Deməli, Etna vulkanı yerləşdiyi İtaliya ərazisində, bu ərazilərdə. Sonra Fujiyamanın yerini göstərdik bayaq, bu ərazidir. Ondan sonra Vezuvi vulkanı. Bilirsən, Etna burada uyğun gəlir adaya, Siciliya. Vezuvi isə yarımadaya. Sonra Fujiyamanın yerini göstərdik. Bir də var burada Krakatau vulkanı. Krakatau vulkanı bu ərazidə yerləşir. Uyğun gəlir həmin o konvergent sahələrə. Cavabımız oldu E variantı. 79-cu sual.
Litosfer havalarının konvergen sərhədlərində yerləşən sönmüş vulkanlar. Birincisi Elbrus. Elbrus Qafqaz dağlarının ən hündür nöqtəsidir, həmçinin sönmüş vulkandır. Bu doğrudur. Bu ərazilərdə yerləşir təxmini. Bu ərazilərdə yerləşir. Sonra Kazbek. Kazbek də elə Qafqaz dağlarında yerləşir. Qızılboğaz Azərbaycan ərazisində yerləşir, sönmüş vulkandır. Böyük İşıqlı həmçinin Azərbaycan ərazisində yerləşir, sönmüş vulkandır. Cavabımız olur A variantı. Digər variantlara özünüz baxarsınız. Həştadın sual. Platforma və geosinkronlarda yerləşən müvafiq düzənlikləri müəyyən etməyimizi istəyir. Geosinkronlar konvergent və divergent sahələrə uyğun gəlirdi. Platformalarda həmin o litosfer havalarının toqquşma zonasına nə qədər kənarda qalan ərazilər var idi ki, o ərazilərə deyəcək platformalar. Birinci. Hint-Çin düzənliyi. Hint-Çin düzənliyi gəlir düşür konvergent sahəyə. Yəni geosinkrondur. O platformada verilə bilməz. A variantı yanlış tutur. İkinci. Kolxida və Padan ovalıqları. Kolxida ovalığı yerləşir Gürcüstan ərazisində. Bu da geosinkron ərazidə yerləşən düzənlikdir. Düzgün ola bilməz. Elə həmçinin Padan ovalığıdır. B variantı da səhvdir. Sonra C variantı. Qərbi Sibir, Turan və Böyük Çin düzənliyi burada verilib. Həmçinin Almaniya Polşa ovalığı. Cavabımız burada C variantı olacaq. Bir-bir yerlərinə baxaq. Qərbi Sibir ovalığı burada yerləşir. Sonra Turan ovalığı bu ərazilərdə yerləşir. Böyük Çin düzənliyi bu ərazilərdə yerləşir. Və Almaniya Polşa ovalığı da bu ərazilərdə yerləşir. Uyğun gəlir bu ərazilərə. İkincidə verilib geosinkronda yerləşən düzənliklərə. Kolxida ovalığı, bu da göstərdiyimiz Küraraz ovalığı, Padan ovalığı, İtaliya ərazisində, Po çayının sahilində. Və Lənkəran ovalığı. Bunlar doğrudur. Cavabımız olur C variantı. 81-ci sual. Platforma və geosinkronlarda yerləşən deondasyon düzənlikləri müəyyən edin. Deondasyon düzənliklər dağların, yayaların parçalanma nəticəsində, yəni yaranan düzənliklərdir artıq. Görək bu hansı ərazilərdə yerləşir. Platformada olan da var, geosinkronda olan da var. Birincidə platformalara baxırıq. Şimali Afrika bu ərazilərdir. Burada Tibet, Haqqa və s. var. Şimali Afrika platformada yerləşir, düzdür. İkinci yazılıb Meksika. Meksika bu əraziyə uyğun gəlir. Konvergent zonadadır. Yəni geosinkronda yerləşir bu. Bu səhvdir. A variantı oldu ki, səhvdir. Sonra baxıram B-yə. B-də Dekan yaylasından bəhs edib. Dekan yaylası platforma sahəsinə uyğun gəlir, düzdür. Sonra Braziliya yaylasından söhbət olunur. Braziliya yaylası da uyğun gəlir həmin o platforma ərazisinə. Lakin sonradan Anadolu yaylasından danışılır. Anadolu yaylası isə uyğun gəlmir. Həmçinin İran yaylası da uyğun gəlmir. Ərazidə doğrusu İran yaylası da, o da uyğun gəlmir. C variantı. Orta Sibir. Orta Sibir düzdür. Uyğun gəlir platforma ərazisinə. Əhəqqar, Tibet, Darfurda bu ərazilərdə yerləşirlər. Əhəqqar, Tibet verilib burada. Dekan yaylası da bu ərazidə verilib. Deməli, bunlar uyğun gəlirlər. Birinci uyğundur. İkincisinə baxaq. Meksika yaylası düzdür. Bu ərazidə yerləşir. Geosinkronaldadır. Anadolu yaylası da geosinkronalda yerləşir. Qarabağ vulkan yaylası da geosinkronalda yerləşir. Böyük Hövzə də geosinkronal əraziyə uyğun gəlir. 82-ci suala baxırıq. Burada uyğunluğu müəyyən etməyimizi istəyir. Graben və Horst antisinkronal və sinkronal ərazilər fərqləndirməyi bilməliyik öncə. Bilməliyik ki, Graben adətən öz elastikliyini itirmiş ərazilərdə tamamilə qırılma müşahidə olunur. Sinkronal və antiklinal isə qalxma və enmələrdir. Antiklinal qalxmaya uyğun gəlir.
ikinciyə 1 uyğun gəlir. Sonra Qraben birinciyə 3 uyğun gəlir. Üçüncü terraslar, yəni elə bir ki pilləkəndir bir növ. Onu oxşada bilərsiniz terrasları. Üçüncüyə də 2 uyğun gəlir. Qrabenin 1-ə 3, 2-yə 1, 3-ə də 2. Cavabımız oldu B variantı. Uyğunluğu müəyyən etməyimiz istənir burada. Sinkronal bu geosinkronallardakı emmə ərazilərinə uyğun gəlir. Bu cür elastik ərazilər, yəni əyilmələr müşahidə olunur orada. Deməli 1-ə 3 uyğun gələcək. Horst daha çox elastikliyin itirmiş ərazilərdə müşahidə olunan həmin o qalxmalardır. Sınaraq qalxmalardır, yəni. Üçüncü isə həmin o elastikliyin itirmiş ərazilərdəki sınaraq emmələrə uyğun gəlir. Deməli 3-ə 2 uyğun gəldi. 2-yə 1 uyğun gəldi. 1-ə də 3. Cavabımız oldu Y variantı. 84-cü sual. Burada deyir ki, sxemdə təsvir olunan litosfer tabalarının hərəkəti səbəb olmuşdur. İlk öncə baxırıq ki, birincidə qeyd olunan litosfer tabalarında nə baş verir? Biri soldan, biri də digər də sağdan bir-birinə yaxınlaşır və toqquşma baş verir. Soldakı digərinin altına gömülür. Buradan onun okean tipli yer litosfer tabası olduğunu bizə məlum olur. Sağdakı isə material tipli litosfer tabasıdır, çünki daha möhkəmdir, ağırdır. Sağdakına baxanda, ikinciyə baxdıqda isə görürük ki, litosfer tabaları fərqli istiqamətlərdə hərəkət edir. Deməli, burada diversiya baş verir, ayrılma baş verir. Ona görə də baxırıq. Birincisində deyilir ki, Azor adalarının yaranması. Azor adaları bu sağ tərəfdə litosfer tabalarının sərhədlərinə dair xəritə var. Həmin o xəritədə həmin o buradakı qırılma zonasına uyğun gəlir. Azor adaları üstünə düşmədi. Deməli, Azor adaları aiddir diversiyaya. 2-yə 1. Sonra ikinciyə baxırıq. Nazca və Cənubi Amerika litosfer tabalarının sərhədinin yaranmasına. Burada baxdıqda bizə məlum olur ki, Nazca soldadır, Cənubi Amerika sağdadır. Toqquşma baş verir bunlarda. Andaqlar yaranır, bax bu şərq hissədə andaqlar yaranır. Deməli, ikincisi burada birinciyə aid olacaq. Sonra üçüncü. Şimali Amerika və Avrasiya litosfer tabalarının sərhədinin formalaşmasına. Şimali Amerika və Avrasiya sərhəddi bu ərazidə formalaşır əsasən. Bu da ayrılma zonasına uyğun gəlir, diversiyaya uyğun gəlir. Üstə bura yazırıq. Dördüncüsü, Hekla vulkanının yaranması. Hekla vulkanının yerinə baxırıq. Hekla vulkanı yerləşir İsland adasına. İsland adasına yerləşirsə bu ərazidə düşür ayrılma zonasına. Sola və sağa hərəkətlər var. Yəni Avrasiya tabası şərqə doğru, Şimali Amerika tabası qərbə doğru hərəkət edir. Yəni burada ayrılma zonasına düşür. Hekladan başqa Bardamunqa, Katla, Eyyaf kimi vulkanlarda bu ərazidə yerləşir. Ona görə də 4 də birinciyə aid olur. İkinciyə aid olur da doğrusu. Üçüncüsü, Perunovunun yaranması. Perunovu bu ərazidə yerləşir. Toqquşma zonasında həm dağlar yaranır, həm də nollar yaranır. Birinciyə 2 və 5. Baxaq görək hansı variant uyğun gəlir. 1-ə 2 və 5, 2-yə 1, 3, 4. Cavabımız olur A variantı. 85. Seysmikliyin zəif və güclü olduğu ərazilərdə yerləşən paytaxt şəhərləri. Birinci verilib Oslo. Oslo yerləşirdi Norveçdə. Bura nə divergentə uyğun gəlir, nə də ki konvergent zonaya uyğun gəlir. Norveçdə Oslo şəhəri. Deməli, seysmikliyin zəif olduğuna uyğun gələcək. Varşava. Varşava harada yerləşirdi? Polşada. Polşada bu ərazidə yerləşir. Konvergent sərhədinə yaxın olsa da həmin ərazidə yerləşmir. Sonra Braziliya. Braziliya görürük ki, mərkəz hissədədir. Konvergentin və divergentin sərhədinə uzaqdır. Geosinkronalda yerləşmir, yəni. Sonra Canberra şəhəri. Canberra şəhəri Avstraliyanın paytaxtıdır. O da burada yerləşir. Seysmiklik zəifdir. Sonra London şəhərinə baxırıq. London şəhəri də seysmiklikdən uzaqda yerləşir. Deməli, birincilər uyğun gəlir. İkincilərə baxırıq. İkincilərdə görürük ki,
Santiago şəhəri verilib. Santiago şəhəri də Çilinin paytaxtıdır. Çili də uzanan bir ölkədir bu ərazidə. Çili həmin o konvergent zona, yəni geniş əraziyə uyğun gəlir. Birincisi doğrudur. İkincisi Lima. Lima Perunun paytaxtıdır. Bu əraziyə uyğun gəlir. Üçüncüsü Tokyo. Tokyo da Yaponiyanın paytaxtıdır. O da konvergent zonaya uyğun gəlir. Sonra verilir burada Meksiko. Meksiko da Meksikanın paytaxtıdır. Bu əraziyə yerləşir təxmini. O da uyğun gəlir. Ən sonuncusu da Filippinin paytaxtı Maniladır. Filippin də bu ərazilərdə yerləşir. Sonra Mindanao adası. Deməli, A variantı ilə doğrudur. Digərlərində özünüz baxa bilərsiniz xəritə üzərində. 86-cı sual. Cədvələ əsasən etnovulkanın verilmiş vulkanlarla oxşar əlamətlərini müəyyən etməyimizi istəyir. İlk öncə görək Etna adası harda yerləşir? Etna vulkanı harda yerləşir? Etna vulkanı Siciliya adasında yerləşir. Bu ərazidə Siciliya adasında yerləşir. Deməli, adada yerləşməlidir. Oxşar əlamətləri tapmalıyıq. Vezuvi vulkanı. Vezuvi vulkanı gördüyümüz kimi yerləşir yarımadada. Odur ki, bu oxşar əlamət olmayacaq. İkincisi, fəaliyyətdə olan vulkandır. Bəli, tamamilə doğrudur, fəaliyyətdədir. Hər ikisi fəaliyyətdədir. Üçüncüsü, litosfer havalarının konvergent sərhədinə düşür. Bəli, Alp-Himalay qırışıqlığına düşür. O da konvergent sərhəddə yerləşir. Bu cür uzanırdı konvergent sərhəd bu ərazidə. Deməli, 3 də doğrudur. Dördüncüyə baxırıq. Dördüncüdə Pinatubo vulkanı qeyd olunub. Pinatubo vulkanı bu ərazidə yerləşir. Xəritədə qeyd olunmayıb, amma bu ərazidə yerləşir. Yəni, Filippində adada yerləşir. Dördüncü deyir ki, adada yerləşir. Bu doğrudur. Oxşar əlamətdir. Beşinci. Alp-Himalay dağlıq sistemində deyil. Oxşar olmalıdır. Etna Alp-Himalay dağlıq sistemində yerləşir. Amma həmin o Pinatubo yox. O artıq Sakit Okean ordu qövsündədir. Bu ərazidə Sakit Okean ordu qövsü adlanırdı. Sonra keçirik 6-cıya. Şimal və şərq yarımkürələrində yerləşir. Etna şimal və şərq yarımkürəsində yerləşir bu öz yerində. Bu xətt Qrimviç meridianıdır. Şərqdə yerləşdiyi, həmçinin ekvatordan da, bu ekvator xəttindən də şimalda yerləşir. Görək Pinatubo hardadır? Pinatubo da elə həmçinin şimal və şərq yarımkürələrində yerləşir. Sonra keçirik 3-cüyə Hekla. Hekla aid yazıb ki, 7. Litosfer havalarının divergent sərhədində. Hekla litosfer havalarının divergent sərhədində yerləşir. Amma Etna yox. Etna uyğun gəlirdi konvergent sərhəddən. Odur ki, bu oxşar xüsusiyyət deyil. Sonra 8-ci. Litosfer havasının okean tipli yer qabına malik olan hissəsində yerləşir. Hekla litosfer havasının okean tipli yer qabına malik olan hissəsində yerləşir. Bu öz yerində. Amma Etna bunda yerləşmir axı. Oxşar xüsusiyyət istəyirik. 9-cu. Avropa qitəsində yerləşir. Bəli, həm Hekla vulkanı, həm Etna vulkanı Avropa qitəsində yerləşirlər. Görək uyğun cavabımız nədir? Deməli, 1-ə 2 və 3, 2-yə 4 və 6, 3-ə də 9. Cavabımız oldu D variantı. 87-ci sual. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Paleotektonik proseslər və neotektonik proseslər verilib, onların oxşar və fərqli xüsusiyyətləri. İlk öncə baxaq paleo nə deməkdir? Paleo keçmişdə baş verən tektonik proseslərdir. Neotektonik isə günümüzdə, yəni daha müasir tektonik proseslərdir. Birincisi adı yazılıb Kaynozoy erasında baş verən proseslərdir. Bəli, Kaynozoy neotektonika aid edilir, amma digər eralar hamısı paleotektonik sayılacaq. Sonra B-də bu hərəkətlər hazırda kataklizmlərə səbəb olur. Elə kataklizmlərə səbəb olanda neotektonik hərəkətlərdir. Sonra C variantında Avrasiyada bu proses nəticəsində formalaşan relyef vahidlərinə rast gəlinir. Avrasiyada həm paleotektonika, həm neotektonika aid relyef vahidlərinə rast gəlinməkdədir. Bunu ortaq xüsusiyyəti yazırıq. Sonra D-də qədimdə baş vermiş tektonik proseslərdir. Nə demişdik paleotektoniklə bağlı? Qədimdə baş verənlər idi zaten. Sonra bu proses nəticəsində yaranan ərazilərin çox hissəsi hazırda platformalara çevrilmişdir. Bu da elə həmçinin
paleotektonikaya aid olacaq. Deməli, birinciyə D və E, birinciyə D və E, 2-yə A və B, 3-ə də C. Cavabımız oldu C variantı. 88-ci suala baxırıq. Burada deyir ki, xəritə sxeminə əsasən konvergen sərhədlərdə yerləşən vulkanları müəyyən edin. Misal üçün, birinciyə baxıram. Birincidə yerləşən vulkan təxmini bu ərazilərə uyğun gəlir. Yellowstone vulkanı böyük ehtimalla. Konvergent sərhəddə yerləşmir. Konvergent sərhədlər Ant-Kordilyer qurşağına uyğun gəlirdi bu ərazidə. Deməli, biri götürmürük, bir doğru deyil. İkinciyə baxıram. İkinci Fudziyama vulkanının yerinə bənzəyir. Baxdıqda görürəm ki, Fudziyama vulkanıdır. Fudziyama vulkanı bu ərazidəki Sakit Okean qövsünə uyğun gəlir. Odur ki, Fudziyama vulkanı doğrudur. Üçüncüyə baxırıq. Üçüncü Hekla vulkanına uyğun gəlir. Səhvləmirəmsə, Hekla vulkanı isə divergent sahədə yerləşir. Bunun rəngini fərqli edim, daha aydın olsun. Hekla vulkanı divergent sahədə yerləşirdi. Odur ki, 3-də doğru olmayacaq. Sonra keçirik dördüncüyə. Dördüncü Vezuvi vulkanına uyğun gəlir. Vezuvi vulkanındakı konvergent sərhəddə yerləşir. 2 və 4 doğru da oldu. Sonra 5-ciyə baxırıq. 5-ci bu ərazidəki San Pedro vulkanına uyğun gəlir. San Pedro vulkanı da həmin Ant-Kordilyer qurşağında yerləşdiyi üçün konvergent sahəyə də uyğun gəldiyi üçün götürürük. Deməli, cavabımız oldu 2, 4 və 6. Avstraliyada baxmağa ehtiyac yoxdur. O, ümumiyyətlə, konvergentlikdən uzaq ərazidə yerləşir. Cavabımız olur 2, 4 və 6. 89-cu suala baxırıq. Burada verilib ki, xəritə sxeminə əsasən geosignal sahələrdə yerləşən məntəqələri müəyyən edin. Geosignallıq konvergent və divergent zonalara uyğun gəlirdi. Deməli, ona uyğun olaraq baxaq. Birincisi görürəm ki, Qərbi Sibir ərazisinə uyğun gəlir. Qərbi Sibir. Qərbi Sibir geosignallıqdan uzaqdır. Odur ki, birinci variant səhvdir. İkinciyə baxıram. İkincisi Himalay dağlarına uyğun gəlir bu ərazilərə. Onu götürəcəm. Geosignallığa uyğun ərazidədir, konvergent zonadadır və yaxud da divergentdə də olsa götürəcəkdik. Üçüncüsü Avstraliyanın mərkəzi hissələrinə gəlir. Odur ki, üçüncüsü görürəm ki, xeyli uzaqdadır geosignallıqdan. Ondan sonra dördüncüsü Anadolu yaylası ərazisidir. Anadolu yaylası ərazisi görürük ki, tamamilə konvergent zonada yerləşir. Odur ki, bu da geosignal ərazidir. Sonra beşinci Ant-Kordilyer qurşağındakı konvergent zonaya uyğun gəlir. Odur ki, doğrudur, götürməliyik onu. Və sonuncu, altıncı da ki, uyğun gəlir Braziliya yaylasına. Braziliya yaylası konvergentlikdən uzaqdadır. Platforma ərazisidir, geosignal sayıla bilməz. 90. Avstraliya materikinin qədim platformadan təşkil olmasının nəticələri. Birincisi, düzənlik relyefin üstün olması. Bəli, bircə şərq hissəsinə dağlıq ərazi var, qalan bütün ərazi düzənlik relyefə malikdir. İkincisi, zəlzələlərin zəif müşahidə edilməsi. Bu doğrudur. Görürük ki, Avstraliya həmin o geosignal ərazilərdən xeyli uzaqlıqda yerləşir materik olaraq. Odur ki, zəlzələlərdə zəif müşahidə olunur platforma ərazilərində. Özü platformaya uyğun gəlir. Üçüncüsü, bitki örtüyünün zəngin olması. Bitki örtüyünün zəngin olmasının materikin qədim platformada yerləşməsindən elə bir əlaqəsi yoxdur. Dördüncüsü, filiz faydalı qazıntıların zənginliyi. Bəli, filiz faydalı qazıntılarla zəngindir. Çünki bu ərazi platforma olduğu üçün iki əsas qatdan ibarətdir yer qabığı. Birincisi örtük qatdır. Örtük qatda çökmə suxurlar var. Ondan aşağıda isə ana suxur qatı yerləşir. Ana suxur qatı da kristallik bünövrə yerləşir orada. Daha doğrusu kristallik bünövrə o da səthə çıxdığı yerlərdə filiz faydalı qazıntılara rast gəlinir. Dünyanın ən böyük boksit istehsalçılarından biri sayılır. Beşincisi, relyefində cavan dağların üstün olması. Relyefində ümumiyyətlə cavan dağ yoxdur. Bircə şərqində dağlar var. O da ki, qədim dağlardır. Altıncısı, çay şəbəkəsinin sıxlığının az olması. Çay şəbəkəsi ümumiyyətlə çay iqlimi məhsuludur. Tək relyeflə əlaqələndirə bilmərik biz bunu. Odur ki, cavabımız olur 1, 2 və 4. 91-ci sual. Faal seismikaya malik olan adaları müəyyən etməyimiz istənir. Birincisi Baffin torpağıdır. Baffin torpağı bu ərazilərdə yerləşir. Görürəm ki, faal seismikliyə aid olan əraziyə uyğun gəlmir. Odur ki, birincisi
uyğun deyil. İkincisi hava adalarıdır. Hava adaları ərazilərdə yerləşir. Orada həddən ziyadə fəallıq müşahidə olunur. Okean çatlarına uyğun ərazidə yerləşir. Bu ərazidə Mauna Kea, Mauna Loa kimi vulkanlar da var. Vulkanizm olan ərazidə seysmiklik də olur adətən. Üçüncüsü Yava adasıdır. Yava adası bu ərazidə yerləşir. Görürəm ki, bu da seysmik əraziyə uyğun gəlir. Dördüncüsü Tasman adası. Tasman adası budur. Tasman adası isə fəal seysmikliyə malik deyil. Beşinci İrlandiyadır. İrlandiya adası o da fəal seysmikliyə malik ərazidə yerləşmir. Divergentdə də yerləşmir, konvergentdə də yerləşmir. Altıncısı Yapon adasıdır. Yapon adaları da, daha doğrusu Yapon adaları tamamilə konvergent zonada yerləşir. Cavabımız olur 2, 3 və 6. 92-ci tapşırıq. Fəal seysmikə malik olan adaları müəyyən edin. Birincidə yenə Yapon adaları verilir. Burada qeyd etmişik. İyi yazım yanına görəsiniz. Bu deməli doğrudur. İkincisi Novaya Zemlya. Novaya Zemlya bu adadır. Novaya Zemlya fəal seysmikə malik ərazidə yerləşmir. İkincisi Azor adalarıdır. Azor adaları buradakı divergent sərhədlərə uyğun gəlirdi. Təxminən bu əraziyə düşürdü. Bu da deməli seysmiklik müşahidə olunur. Dördüncü Madagaskar. Madagaskar adası da seysmiklik müşahidə olunan əraziyə uyğun gəlmir. Beşincisi Siciliya adasıdır. Siciliya adası bu ərazidədir. Seysmikliyə malik ərazidir. Altıncı Newfoundlanddir. Newfoundland adası budur. Burada da seysmiklik o qədər də müşahidə olunmur. Cavabımız olur 1, 2 və 5. 93-cü tapşırığa baxırıq. 93-cü tapşırıqda deyilir ki, İslandiya və Yapon adalarına aid olan xüsusiyyətlər. İslandiya adası buradakı divergent zonaya uyğun gəlir. Bax, bu adadır. Yapon adası da bu ərazidə qeyd olunub. Yandan işarələmişəm. O da litosfer dağlarının toqquşma zonasına uyğun gəlir. Yəni sərhəddədirlər. Fərqi yoxdur. Ayrılmada da yoxsa toqquşma zonasıdır. İkincisi, platformanın kənarında yerləşirlər. Platformanın yox, litosfer tabalarının kənarında yerləşirlər. Platformaya yaxın belə deyirlər. Odur ki, bu səhvdir. Üçüncü, geotermal enerjidən istifadə olunur. Bəli, hər ikisində geotermal enerjidən istifadə olunur. Dördüncü deyilir ki, seysmik cəhətdən sabitdirlər. Seysmik cəhətdən sabit yox, mütəhərrikdirlər. Bu da səhvdir. Beşinci, qranit qata malikdirlər. Yapon adası qranit qata malikdir, amma İslandiya adasında qranit qat müşahidə olunmur. Bu oxşar xüsusiyyət deyil. İkincisi, şimal yarımkürəsində yerləşirlər. Bəli, hər ikisi şimal yarımkürəsində yerləşir, gördüyümüz kimi. Cavabımız olur 1, 3 və 6. 94-cü tapşırıq. Uyğunluq pozulmuşdur. Birincisi, Qərbi Sibir. Qərbi Sibir akkumulyativ düzənlikdirmi? Qərbi Sibir bu əraziyə uyğun gəlir. Ural dağlarının şərqi. Bəli, akkumulyativ düzənlikdir. Bu da doğrudur. Cavan platformadırmı? Bəli, cavan platformadırmı? Ovalıqdırmı? Ovalıqdırmı? Bu deməli doğrudur. Mənə uyğunluğun pozulduğu yer lazım. İkincisi, Tibesti. Tibesti şahid dağlardır, düzdür. Qədim platform ərazisində yerləşir, amma yüksəklik deyil. Yüksəklik olmağı üçün 200-500 metr arasında yerləşməsi lazımdır. Tibesti isə daha hündürdür, 2000 metrdən çoxdur. Üçüncü, Amazon. Amazon bu ərazidə yerləşir. Akkumulyativ düzənlikdirmi? Bəli, akkumulyativ düzənlikdir. Cavan platformaya uyğun gəlirmi? Xeyr, cavan platformaya uyğun gəlmir. Odur ki, səhvdir. Ovalığa uyğun gəlir amma. Dördüncüsü, Turan. Turan ovalığı təxmini bu ərazilərdədir. Akkumulyativ düzənlikdirmi? Bəli, akkumulyativ düzənlikdir. Cavan platformadırmı? Bəli, cavan platformadırmı? Ovalıqdırmı? Bəli, ovalıqdır. Beşincisi, Küraraz ovalığı. Küraraz ovalığı bu ərazidə yerləşir. Deməli, alüvial düzənlikdir, bəli. Çay fəaliyyəti olanda alüvialdır, müvəqqəti axar olanda o prolüvial. Burada alüvial düzənliyə uyğun gəlir. Geosinkron ərazidirmi? Bəli. Ovalıqdırmı? Ovalıqdır. Cavabımız olur uyğunsuzluq üçün 2 və 3. 95-ci tapşırığa baxırıq.
Birincisi Orta Sibir. Orta Sibir bu ərazidə yerləşir. Döndaşan düzənlikdirmi? Bəli, döndaşan düzənlikdir. Qədim platformadırmı? Bəli, qədim platformadırmı? Qədim platformadır. Hündürlüyü də 500 metrdən çoxdur. İkincisi, İran yaylası. İran yaylası yerləşir bu ərazilərdə. İran yaylası yerləşir bu ərazidə. Geosinkron ərazidir. Hündürlüyü də 500 metrdən çoxdur. Yayla olduğu üçün 500 metrdən çoxdur hündürlüyü. Laplato balığı. Laplato o balığı bu ərazilərə uyğun gəlir Laplata. Alüvyal düzənlikdir, bəli, qədim platformaya uyğun gəlir. Hündürlüyü o balıq olduğu üçün, o balıqlar hündürlüyü 200 metrə qədərdir, yüksəkliklər 200-500 metr arası, yayla da 500 metrdən çox. Bu doğrudur. Dördüncüsü, Kurazo balığı. Kurazo balığı, burada işarələmişəm, bir dəfə bir də işarələyim. Kurazo balığı akkumulyativ düzənlikdir, bəli. Cavan platforma yox, geosinkronal ərazidə yerləşir. Bu səhvdir. Artıq. Hündürlüyü 200 metrə qədərdir. Bu doğrudur. Beşincisi. Braziliya. Braziliya yaylası bu ərazidir. Döndaşyan düzənlikdir. Bəli, döndaşyan düzənlikdir. Geosinkronaldırmı? Xeyr. Platformadır. Hündürlüyü də 500 metrdən çoxdur. Cavabımız olur 4 və 5. 96-cı tapşırıq. Düzgün səbəb-nəticə əlaqəsini müəyyən etməmiz istənilir. Birincisində deyilir ki, Azərbaycan geosinkron sahədə yerləşdiyi üçün geotermik pillər böyükdür. Azərbaycan geosinkron sahədə yerləşir. Amma geotermik pillər böyük yox, kiçikdir. Geotermik pillər 1 dərəcə temperatur yerin daxilinə doğru getdikcə temperaturun 1 dərəcə artması üçün lazım olan dərinlikdir. Geosinkron ərazilərdə bu dərinlik daha az olur. 1 dərəcə getmək üçün, 1 dərəcə artmaq üçün temperaturun. İkinci, tektonik sınma zonalarında, bu deməli səhv olduğunda. Tektonik sınma zonalarında mineral, termal və bulaqlara rast gəlinir. Bəli, tektonik sınma zonaları elə bu xüsusiyyətlərindən fərqlənir. Üçüncü, Avrasiya və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində Qafqaz dağları yaranır. Avrasiya və Hind-Avstraliyanın toqquşmasından Qafqaz yox, Himalay yaranır. Bu səhvdir. Dördüncü, subduksiya prosesi. Orta okean dağ silsilələri yaradır. Subduksiya prosesi nə idi? Yadımıza salaq. Subduksiya prosesi o idi ki, okean tipli yer qabıqla materik tipli yer qabığı toqquşurdu. Bu ərazidə qövsvari adalar yaranırdı. Orta okean dağ silsilələri yox. 5-ci, yerin daxilində yüksək təzyiq və temperatur metamorfik suxurlar yaradır. Bəli, yüksək və təzyiq temperaturu olanda çökmə suxurları, həmçinin maqmatik suxurlar metamorfik suxurlara çevrilirdi. Cavabımız nə oldu? 2 və 5. 2 və 5. 97-ci sual. Hansı ölkələr üçün neotektonik proseslər, hərəkətlər səciyyəvidir? Birinci ölkə Perudur. Perudakı həmin o konvergens zonaya uyğun gəlir. Toqquşma zonasında neotektonik hərəkətlər səciyyəvidir bu ərazidə. Həmçinin Alp qırışıqlığında yaranıb Ant dağları. Odur ki, bir doğrudur. Biri qeyd etdim. Gəlir 2-yə. Burası Şahid dağlarının yarandığı ərazidir. Şahid dağlara uyğun gəlir bu ərazi. Bu da neotektonik yox, paleotektonikdir. 2 səhv olur ki. Üçüncüsü Avstraliyanın mərkəzi hissələri. Bu da səhvdir. Çünki orada da seismik proseslər müşahidə olunmur. Sonra gəlirik 4-cüyə. 4 hara uyğun gəlirdi? Anadolu yaylasına uyğun gəlirdi bu əraziyə. 4-də neotektonik proseslər müşahidə olunur. Pont və Tavr dağları var bu ərazidə. Sonra 5-ci. 5 Skandinaviya dağlarına uyğun gəlir. Finlandiya daha doğrusu. Orada neotektonik proseslər müşahidə olunmur. Buradan da baxa bilərsiniz sağdan. Burada müşahidə olunmur. Sonra 6-cısı. 6-cıda Pirney dağları yerləşir. Pirney dağları da Alp qırışıqlığında yaranıb. Odur ki, o da doğru cavab kimi götürüləcək. Neotektonik proseslər Peru, Türkiyə və İspaniya üçün səciyyəvidir. 98-ci tapşırıq uyğunluğu müəyyən etməyimiz istənilir. Birincidə verib ki, neotektonik proseslər mərkəzi düzənlik. Mərkəzi düzənlik bu ərazilərə düşür təxmini. Bu ərazilərə düşür.
Mərkəzi düzənlikdə neotektonik yox, neotektonik proseslər müşahidə olunmur. İkincisi də Yeni Zelandiya adası yazılıb paleotektonik proseslərə. Paleotektonik proseslər yox, neotektonik proseslər müşahidə olunur. Konvergens zonada yerləşir. Deməli, bu variant ümumiyyətlə səhvdir. İkincisi, Kamçatka yarımadası, neotektonik proseslər. Bəli, Kamçatka yarımadası, neotektonik proseslər, Kamçatka yarımadasında neotektonik proseslər müşahidə olunur. Mən burada xəritədən yaxşı çəkməmişəm sadəcə. Həmin o konvergens zonada ora düşməlidir. Bu doğrudur. İkincisi, Orta Sibir yaylasıdır. Orta Sibir yaylası bu ərazidə yerləşir. Orta Sibir yaylasında paleotektonik proseslər müşahidə olunur. Qədim platforma ərazisidir bura. Üçüncüsü, Kalahari çökəkliyi. Kalahari çökəkliyi yerləşir, bax, burada. Kalahari səhrası var, Afrika ərazisindədir. Orada neotektonik proseslər müşahidə olunmur. İkincisi, ikincisi heç baxmağa ehtiyac yoxdur. Padano balığı paleotektonik veriliblər, amma Padano balığı və yaxud da Po balığı uyğun gəlir neotektonik proseslərə. Dördüncüsü, Meksika yaylası. Neotektonik proseslər Meksika yaylasında müşahidə olunur. İkincisi, Madagaskar adasıdır. Neotektonik proseslər yox, paleotektonik proseslər müşahidə olunmaqdadır burada. Deməli, 4-də doğrudur. 5-ci, Böyük Su Arıcı. Böyük Su Arıcı dağları burada yazılır. Buradakı dağlardır. Görürəm ki, konvergens zonadan xeyli uzaqlıqdadır. Deməli, burada neotektonik proseslər müşahidə olunur. Qədim dağlardır çünki bunlar. Paleotektonik olsaydı doğru olardı. Apaz dağları misal üçün verilir. Burada Apaz dağları bu ərazidə yerləşir. Apaz dağları doğrudur, paleotektonik proseslərdir, amma biri səhv oldu, biri doğru, artıq uyğun gəlmir. 6-cısı, Anadolu yaylası. Anadolu yaylası bu ərazidə yerləşir. Neotektonik proseslər var. İkincisi, Novaya Zemlya adası. Novaya Zemlya adası həmin o Novaya Zemlya adası neotektonik zonada deyil. Paleotektonik zonadadır. Bu da doğrudur. Cavabım oldu. 1, 4 və 6. 99-cu sual. Şəkil sxemində təsvir edilmiş proses nəticəsində yaranan dağ sistemində yerləşən vulkanları müəyyən etməyimiz istənilir. Birincisi, baxırıq bura. Görürük ki, Nazca tavası, okean tipli yer qabığı. Burada da Cənubi Amerika litosfer tavası, materik tipli yer qabığı. Nazca tavası gəlir, uyğun gəlir, bax bu ərazilərə. Cənubi Amerika litosfer tavası da bu ərazilərə uyğun gəlir. Onların toqquşması müşahidə olunur. Bu toqquşma zonasında bəzi vulkanlar yaranır. Toqquşma zonasına uyğun gələn ərazidəki vulkanlara görək hansılar uyğun gəlir. Birinci verib Krakatau vulkanı. Görürəm ki, Krakatau adında bir vulkan yoxdur. Krakatau yerləşir Kalimantan adasında ümumiyyətlə. Bir səhvdir. İkincisi, San Pedro vulkanı. San Pedro bu ərazidə yerləşir. Deməli, San Pedro doğrudur. İkini götürürəm. Üçüncüsü, Elbrus. Elbrus Qafqaz dağlarında yerləşir. Sonra dördüncüsü, Lyulyanko. Lyulyanko da bu ərazidə yerləşir. 4-də doğrudur. 5-ci, Vezuvi. Vezuvi Avropada yerləşir. Burada heç bir adəti yoxdur. 5-də belə getdi. 6-cısı da Kotopaxidir. Kotopaxi həmin toqquşma zonasına uyğun gəlir. Biraz səliqəsiz çəkdim sadəcə. Cavabımız olur 2, 4 və 6. 100-cü sual. Cədvələ əsasən doğru sıraları müəyyən etməyimizi istəyir. Bir litosfer tavası verilib, sonra digəri və onların sərhədində yerləşən adalar. Görək hansılar uyğun gəlir. Ən birincisi, Hind-Avstraliya. Buradan görürəm Avstraliya hissəsini və Sakit Okean. Sakit Okeanda bu litosfer tavası sarayından verilib. Onların toqquşma zonasında yerləşən burada Yeni Qvineya adası yerləşir. Onların toqquşma zonasına uyğun gəlir. Deməli, bir doğrudur. İkincisi, Avrasiya və Şimali Amerika. Bu Şimali Amerika litosfer tavasıdır, bu da Avrasiyadır. Onların sərhədinə həmin o İslandiya adası uyğun gəlir. Bu da doğrudur. Üçüncüsü, Cənubi Amerika və Afrika müqəddəs yerinə. Cənubi Amerika və Afrikanın həqiqətən də arasında burada müqəddəs yerinə adası yerləşir. Xəritədə baxa bilərsiniz buna. Dördüncüsü, Sakit Okean və Hind-Avstraliya. Sakit Okean və Hind-Avstraliya zonasında ümumiyyətlə Sakit Okean buradadır. Hind-Avstraliya da burada. Bunların toqquşma zonası hava adaları uyğun gəlmir. Hava adaları bu ərazidə yerləşir çünki. Deməli, bu səhvdir. 5-ci, Afrika və Avstraliya. Hind-Avstraliya, Şri-Lanka. Şri-Lanka adası ümumiyyətlə Hind-Avstraliya tavasının öz üzərində yerləşir. Bax, bu ərazidə. Toqquşma zonasına yaxın deyil. Bu da səhvdir. 6-cısı, Sakit Okean və Avrasiya.
Onların toqquşma zonasına deyir ki, Yeni Zelandiya yerləşir. Avstraliya və Sakit Okeanın toqquşma zonasına yerləşir Yeni Zelandiya. Bu da səhvdir. Cavabımız olur 1, 2 və 3. Bunlar səhv idi. Keçdik 101-ci suala. Şimali Amerika litosfer tavası Afrika litosfer tavasının oxşar xüsusiyyətlərini müəyyən etməyimizi istəyir. Şimali Amerika və Afrika. Şimali həm divergent, həm də konvergent sərhədlərə malikdir. Şimali Amerikanın da divergent sərhədləri var qərb hissəsində, konvergent sərhədləri var qərb hissəsində. Afrikanın da şimal hissəsində konvergent sərhədləri var, qərb hissəsində divergent sərhədləri var. Bu deməli doğrudur. 101-də birincisi doğrudur. İkincisi, ördük və dağ buzlaqlarına rast gəlinir. Dağ buzlaqlarına rast gəlinməkdədir Afrikada, amma ördük buzlağına rast gəlinmir. İki odur ki, səhvdir. Ortaq xüsusiyyət deyil. Oxşar xüsusiyyət deyil. Üçüncüsü, okean tipli litosfer tavası ilə toqquşma zonasındadır. Okean tipli litosfer tavası ilə toqquşma zonasındadır. Sakit Okean litosfer tavası ilə Şimali Amerika toqquşur. Amma Afrikanın sırf belə okean tipli litosfer tavası ilə toqquşduğu ərazi yoxdur. Yəni elə litosfer tavası ilə toqquşur ki, onun okean tipli hissəsi də var, materik tipli hissəsi də var. Bu səhvdir. Dördüncüsü, qərb və şərq hissələri seysmik cəhətdən aktiv zonalardır. Baxıram ki, Şimali Amerikanın da qərb hissəsi seysmik cəhətdən aktivdir, Afrikanın da. Şərq hissəsi aktivdir, Afrikanın da şərq hissəsi aktivdir. Deməli, bu doğrudur. Beşincisi, Avrasiya litosfer tavası ilə sərhəddə malikdir. Şimali Amerika da Avrasiya ilə sərhəddə malikdir. Avrasiya burada, Şimali Amerika burada. Görürəm ki, sərhəddi var. Afrikanın da Avrasiya ilə sərhədi var. Bax, bu ərazidə. Afrika burada, Avrasiya da burada. Deməli, 5 də doğrudur. 6-cı yazılıb ki, şərq düzənliklərinə rast gəlinmir. Hər iki ərazidə şərq düzənliklərinə rast gəlinir. Şərq düzənlikləri 200 metrə qədər, okean dibində 200 metrə qədər olan ərazilərə deyilirdi. Cavabım oldu 1, 4 və 5. 102-ci tapşırıq. Burada cədvəl əsasən uyğun bəndəməyə etməyimiz istənir. Litosfer tavaları verilib və onlara aid doğru, həmçinin yanlış xüsusiyyətləri qeyd etməliyik. Birincisi, Şimali Amerikaya aid doğru xüsusiyyət. Avrasiya tavası ilə ayrılma zonasında İslandiya adası yerləşir. Baxırıq bu əraziyə, İslandiya adası bu ərazidə yerləşir. Şimali Amerika ilə Avrasiyanın ayrılma zonasına uyğun gəlir həqiqətən də bu doğru xüsusiyyətdir. İkincidə yazılıb ki, yanlış xüsusiyyətlərdə şərq hissəsində rift dərələri geniş sahədə uzanır. Bu doğrudur. Şərq hissəsində rift dərələri geniş sahədə uzanır, amma bu yanlış verilib. Odur ki, bunu doğru götürməyəcəyik. Birinci yanlışdır. İkincisi, Afrika. Ərəbistanla toqquşma zonasında Qafqaz dağları formalaşıb. Ərəbistanın Afrika ilə toqquşma zonasında Qafqaz dağları formalaşmır. Avrasiya ilə toqquşma zonasında Qafqaz dağları formalaşır. Bu yanlışdır. İkinciyə baxmağa ehtiyac yoxdur. Üçüncüsü, Cənubi Amerika həm qərb, həm şərq hissəsinin sərhəddi geosinkronal ərazidən keçir. Qərb hissəsinin sərhədində dağlar yerləşir. Şərq hissəsinin sərhədində də bu ərazilərdə yerləşir Orta Okean dağ silsilələri. Bu tamamilə doğrudur. Üçüncüdə yanlış xüsusiyyətlər. Azor və Pasxa adaları konvergent zonasına yerləşir. Azor adaları ümumiyyətlə təxmini bu ərazilərdə yerləşir. Yəni Cənubi Amerika ilə bir aidiyyatı yoxdur. Konvergentdə də yerləşmir. Pasxa isə bu ərazilərdədir. Üzrə Qalapaqosda da, Pasxa isə bu ərazilərdə yerləşir. Deməli, həm də konvergentdə yox, divergentə uyğun gəlir. Odur ki, bu yanlış xüsusiyyətdir. Elə yanlışlıqda verildiyi üçün biz bunu düzgün götürməliyik. Sonra dördüncüsü, Hind-Avstraliya. Hind-Avstraliya litosfer tavası cənubdan Antarktida litosfer tavası ilə sərhəddə malikdir. Baxaq görək. Bu Antarktidadır. Yuxarıdakı da Hind-Avstraliyadır. Daha yaxşı yerdə görünən hissəsi olmalıdır. Hind-Avstraliya bu da aşağıdakı Antarktida litosfer tavasıdır. Həqiqətən də sərhəddə malikdir. İkincisi, Madagaskar adası Hind-Avstraliya ilə Afrika litosfer tavalarının ayrılma zonasına yer alır. Madagaskar adası
Hind Avstraliya Afrika litosfer havalarının ayrılmaz zonasını görürəm ki, ayrılmaz zonasından xeyli uzaqdadır. Deməli bu yanlışdır. Yanlışda da verildiyi üçün doğru götürdüm. 5-ci. Digər litosfer havaları hər tərəfdən divergent sərhəddə malikdir. Digər litosfer havaları deyəndə bu geniş anlayışdır. Burada Karib litosfer havası var. Sonra Cənubi Amerika var. Bunlarla sərhəddə malik deyil. Yanlışdır. Digərini baxmağa ehtiyac olmur. Cavabımız olur 3, 4. Doğruda doğru, yanlışda yanlış xüsusiyyətlər verilib. 100-cü sual. Uyğunluğu müəyyən edin. Birincisi yazıb Qalapagos adası. Qalapagos adası təxmini bu ərazilərdə yerləşir. Ekvadora məxsus adadır. Birinci də deyir ki, Naska və Cənubi Amerika havalarının sərhədinə yerləşir. Buna uyğun gəlmir. İkincidə Naska və Sakit Okean havalarının sərhədinə yerləşir. Buna da uyğun gəlmir. Üçüncüdə isə Naska və Kokos havalarının sərhədinə yerləşir. Naska burada, Kokos da buradadır. Bunların sərhədinə uyğun gəlir Qalapagos. Deməli, 1-ə C. 2-yə Yeni Zelandiya adası. Yeni Zelandiya adasına baxıram, bu ərazidədir. Onunla bağlı deyilir ki, görə hansı variant uyğundur. A variantda Naska və Cənubi Amerika havalarının sərhəddi. Naska və Cənubi Amerika havalarının sərhəddinə uyğun gəlmir. B-də deyir ki, Naska və Sakit Okean havalarının sərhədinin ayrılması. Bu da uyğun gəlmir. C-ni qeyd etmişik artıq. D-də deyir ki, Sakit Okean və Hind-Avstraliya havalarının toqquşması. Digər xəritədən baxaq. Sakit Okean və Hind-Avstraliya havalarının toqquşması. Sakit Okean burada, Hind-Avstraliya burada. Bu da toqquşma zonasına yerləşir. Bu deməli doğrudur. Üçüncüyə baxırıq. San Pedro vulkanı. San Pedro vulkanı təxmini bu ərazilərdədir. Yerləşir Naska və Cənubi Amerika litosfer havalarının sərhədində, toqquşma zonasında. Bu da 3-ə də yazırıq A variantını. Dördüncüsü. Paska adası. Deməli, A-nı yazdıq. Bizə B qalıb, B-yə baxaq. Naska və Sakit Okean havalarının ayrılması. Naska və Sakit Okean havalarının ayrılmasına bax. Burada Paska adası, bu ərazidə Paska adası yerləşir. B variantında bura qeyd etdik. E variantına görə nə deyir? Sakit Okean və Avrasiya havalarının toqquşma zonasında. Sakit Okean və Avrasiyanın toqquşma zonası ümumiyyətlə təxmini bu ərazilərə uyğun gəlir. Biraz da buralara. Yəni, orada da bu adaların heç biri yoxdur. Yəni, yeni heç yerə yazmırıq. 104-cü sual. Qədim platformalar və geosinkronlar üzərindəki düzənliklər. Qədim platformalar konvergentlikdən və divergentlikdən uzaqdakı ərazilər olacaq. Geosinkronlarda konvergent və divergent zonlara uyğun ərazilər. Daha çox konvergentə. Birinci baxırıq. Şərqi Avropa düzənliyi. Şərqi Avropa düzənliyi bu ərazilərdir. Görürəm ki, konvergentlikdən xeyli uzaqdadır. Deməli, mən onu birinciyə qeyd etməliyəm. Qədim platformaları. A-nı yazıram qədim platformanın üstünə. İkincisi, Kürazo balığı. Kürazo balığı düşür. Təxmini bu ərazilərə rəngi dəyişək, daha seçkin olsun. Kürazo balığı yerləşir bu ərazilərdə. O da düşür geosinkron əraziyə. Gördüyümüz kimi konvergentlər hətta uyğun gəlir. Üçüncüsü, Turano balığı. Turano balığı bu ərazilərdə yerləşir təxmini. Turano balığı da qədim platformalara. Turano balığı ümumiyyətlə qədim platforma deyil, cavan platformadır. Ona görə onu heç bir variant üçün götürməyəcək. D-də deyilir ki, Qərbi Avstraliya yayılası. Qərbi Avstraliya yayılası buralardır. Görürəm ki, xeyli uzaqdadır konvergent zonalardan. Platforma ərazisinə uyğun gəlir. Sonra isə Y variantına qeyd olunub Meksika yaylası. Meksika yaylası bu ərazilər. Divergent, konvergent zonaya uyğun gəlir və geosinkronaldır. B və Y. 105-ci tapşırıq. Platformaların əyilmə və qalxan sahələrindən yaranma ehtimalı çox olan faydalı qazıntı yataqları. Əyilmə sahələrinə daha çox üzvü mənşəli çökmə suxurlar, faydalı qazıntılar olacaq. Platformanın qalxan sahələrinə isə daha çox maqmatik mənşəli, yəni metal filizləri uyğun gələcək. Baxaq görək hansı uyğun gəlir burada. Əyilməyə, misal üçün A variantda deyilib ki, neft və təbii qaz. Bu tamamilə doğrudur. Əyilmə zonasına uyğun gəlir. Birə A-nı qeyd etdik. İkinci, dəmir filizi və mis. Dəmir filizi və mis uyğun olacaq qalxan hissəyə. Çünki hər ikisi maqmatik mənşəlidir.
Üçüncüsü C variantı. Deyir ki, təbaşir və xörək tuzu. Təbaşir və xörək tuzu çökmə mənşəli suxurlardır. Əyilmə zonaya uyğun gələcək. A və C. Sonra D-də deyir ki, qurğuşun və sink. Qurğuşun və sink də maqmatik mənşəlidir. 2-yə B ilə D-ni yazırıq. 3-də bir maraqlı məqam var. Polimetal filizlərdə verilib. Qonur kömürdə. Qonur kömür çökmə mənşəlidir. Polimetal filizlər isə maqmatik mənşəlidir. Yəni, hər iki variantı uyğun gəlir. Odur ki, bunu götürmürük. Bizə sırf biri uyğun olmalıdır. Cavabımız oldu A, 1-ə AC, 2-yə BD. 106-nı tapşırıq. Uyğunluğu müəyyən etməyimiz istənir. Konvergen sərhədlərə görə hansılar uyğun olacaq? Konvergen sərhədlərdə failli, yəni qədim dağlar olmur, cavan dağlar olur, yəni qırışıq dağlar. Bir dənə B-ni yazırıq. Sonra C-də deyir ki, rift dərələri. Rift dərələri konvergent yox, divergent sərhədlərdə müşahidə olunur. Getdi. D-də qövsvari adalar yaranır. Bəli, konvergent toqquşma zonalarına materik tipli, okean tipli litosfer havalar toqquşanda qövsvari adalar yaranır. Sonra Y-də yazılıb sualtı vulkanlar. Sualtı vulkanlar buna uyğun gəlmir. İndi keçirik digərinə. Divergent sərhədlərə nə uyğun gələcək? Buna silək. Deməli, divergent sərhədlər. Failli dağlar ümumiyyətlə divergent sərhədlərdə müşahidə olunmur. Nə konvergentdə, nə divergentdə. Sonra B-ni qeyd etmişik. C-yə baxaq. Rift dərələr divergent sahələrə uyğun gəlir. C-ni qeyd etdik. Burada bir qalır Y. Sualtı vulkanlar. Sualtı vulkanlarda bax, buradakı misal üçün divergent sahəyə uyğun gəlir. Ən adisi çox müşahidə olunur. İsland adası həmin o vulkanların artıq üzə çıxmış olması. Deməli, 1-ə B-dir, 2-yə C-yə. 107-ci tapşırıq. Uyğunluğu müəyyən etməyimiz istənir. Tavaların toqquşması. Tavaların toqquşmasından yaranırdı qövsvari adalar. Bir də dərin nollar yarana bilər həmin ərazilərdə. Deməli, 1-ə olur B və D. Zəlzələ aid görənlər verilir burada. Rift dərəsi uyğun deyil, dərin nol yox, fail dağ yox. Hipocentri qeyd edə bilərik. Zəlzələyə aid anlayışdır. Hipocentri zəlzələnin əsas yerin daxilindəki mərkəzidir. Tavaların kənarlaşması, tavaların bir-birindən aralanması. Buna rift dərələri uyğun gəlir. Cavabımız deməli 1-ə B-dir, 2-yə Y, 3-ə isə A. 108-ci tapşırıq. Uyğunluğu müəyyən etməyimiz istənir. Qədim platforma vilayətinə nə uyğun gələcək? Qədim qırışıqlı vilayətinə, orta qırışıqlı vilayətinə nə uyğun gələcək? Deməli, yadımıza salmalıyıq bunların hər birində hansı dağ əmələ gəlmələr olmuşdur, hansı düzənliklər hara aid idi və s. və axır. Birincisində qeyd olunub qədim platforma vilayəti. Qədim platforma vilayətinə Çin Koreya uyğun gəlir. Burada Çin Koreya uyğun gəlir. Sonra bunu yazaq A variantına. B-də qeyd olunub Appalaç. Appalaç qədim platforma vilayətinə uyğun gəlir bu əraziyə. Sonra başqa uyğun gələn bir şey varmı? Tibet yox, Skandinaviya yox, Skatalin yox. İkinciyə baxırıq. Qədim qırışıqlıq vilayəti. Qədim qırışıqlıq vilayətinə C uyğun gəlməz. Çünki Tibet Mezoidadır. Yazaq bunu. Sonra Skandinaviya qədim qırışıqlıq vilayətinə aid Paleozoida yaranıb. Sonra da Skotalin verilib. Skotalin, Verxoyansk, Tibet, Kunlun aiddir orta qırışıqlığa. Mezoya yəni ki. Deməli 1-ə AB, 2-ə D, 3-ə isə C-Y. Keçirik 109 nömrəli tapşırığa. Deməli, platformanın quruluşuna uyğun gələn bəndləri müəyyən edin. Platforma örtüyü hissəsi vardır və kristallik növrə vardır. Görək hansına uyğun gəlir. Platformanın alt mərtəbəsi. Platformanın alt mərtəbəsi kristallik növrədir. A-nı 2-yə yazırıq. Güclü zəlzələlər müşahidə olunur. Ümumiyyətlə, bu ərazi güclü zəlzələ müşahidə olunur. Variant tamamilə səhvdir. Yanar faydalı qazıntılar yayılmışdır. Yanar faydalı qazıntılar
yayılıb, bəli, platforma örtüyü üstündə üzvü mənşəli çökmə suxurlardır. Sonra D-də akkumulyasiya prosesi üstünlük təşkil edir. Akkumulyasiya prosesi platforma örtüyündə üstünlük təşkil edir, çünki üstdəki qatdır bu. Yəni çayların gətirib çökdürdüyü suxurlar təbii ki, üst qatda olacaq. Ən sonda da qeyd olunub, maqmatik və metamorfik suxurlardan təşkil olunmuşdur. Bu da kristallik bir növlədir. 110-cu tapşırıq. Birincidə Horst qeyd olunub, ikincidə Graben. Görək hansına uyğun gəlir. Deməli A. Tektonik çatları boyu ərazinin qalxması nəticəsində yaranır. Horstlar qalxma əraziləridir. Ən böyük Horst Afrikada Ruvenzori Horstu idi. Deməli 1-ə A-nı yazdıq. B. Tektonik çatları boyu ərazinin enməsi nəticəsində formalaşır. Burada Grabendən bəhs olunur. Qalxma Horst, enmə Graben. Sonra C-də deyir. Orta okeanis hissələrində rift dərələrinə uyğun gəlir. Orta okeanis hissələrində rift dərələri müşahidə olunurdu. Buna da uyğun gələn Grabendir. Enmələr. D-də. Rift dərələrinin kənarı boyunca simmetrik yerləşir. Bu da Horstlardan söhbət gedir. Yəni Graben mərkəzdə olur, Horstlar isə onun kənarında. D-ni yazırıq A-nın yanına. Sonra ən sonuncu isə ensiz, uzun və dərin göllərin yaranması ilə səciyyələnir. Bu da Grabendir. Graben mənşəli göllər bu ərazidə. Viktoria, Tanganika, Nyasa kimi göllər yayılıb. Viktoria, Tanganika və Nyasanı deyə bilərik əsas. Deməli, Horst'a aid A və D, Graben'a aid B, C və Y.